Tamam Fuadlar, necəsiz? Xoş gəlmisiniz. İkimiz də. Çox sağ ol. 2 dənə Fuaddır. Bir dənə aranızda durum, qəşəng bir dənə arzu tutum bu ilə. Tut bura. Yəqin ki, Barcelona'nın Çempionlar Liqası almağıdır. Təki. Barcelona'nın Celta üzərində Qələbəsi, növbəti oyun. Həmkarım Fuad, xoş gəlmisən sən də. Həftə sonu necə keçir? Həftə sonu da əla. Düzdür, hava şəraitindən əlaqəli olaraq biraz belə problem falan, amma qaydasındadır. Onda bir dənə qonağınızı təqdim elə. Qonağımız bir çox insan tərəfindən tanınır Azərbaycanda. O həm Penya Blaugrana fan klubunun yaradıcılarından biridir, həm də biz Azərbaycan xalqı olaraq onu futbol kimi tanıyırıq. Azərbaycan xalq blogeri. Xalq blogeri. Çox sağ ol. Xoş gəlmisən bu podkastımıza, verilişimizə. İlk öncə dəvətinizə görə təşəkkür edirəm. Həm Fuad sənə, həm Şəmi sənə. Çox sağ ol. Və sizə uğurlar arzulayıram bu proyektdə. İnanıram ki, uğurlu bir proyekt olacaq və davamlı bir proyekt olacaq. Belə başlaya bilərik. Başlayaq elə dünənki oyunlardan başlayaq. Başlayaq inşallah. Hə, başlayaq inşallah. Dünənki oyunlardan başlayaq. Dünən çox gözəl nəticələr oldu. Yəni biz çox rahat yatdıq. Real keçdi. Story qoymuşdum. Yatır belə fikirləşib baxıram, zordur. Vəziyyət qəşəngdir. Çox rahat yatdıq. Biz də elə rahat yatdıq yəni. Hə, siz promotion rahat yatdınız, La Liga getdi. Orada niyə belə oldu? Mallorca niyə udzdunuz? Biz bunu əslində Atletico Madridlə oyunda gözləyirdik ki, Real xal itirəcək və ona doğru gedirdi. Amma sonda qalib gəldiniz və mən elə fikirləşdim ki, La Liqanın taleyi El Clasico-da həll olunacaq. Belə də olmalı idi. O zaman Real dedi ki, qardaşım lazım deyil, gələsənə bu La Liga, mən Bayern fikirləşirəm. Əslində biz də elə fikirləşirdik. Prosto necə oldusa belə bir təsəlli verim də yəqin ki, Çempionlar Liqasına hazırlaşır. Yəni təsəllimiz bu olsun. Yəqin ki, Bavariya. Yəqin ki, Bavariyanı udarlar. Bavariyanı ümumiyyətlə Real Madrid üçün Bayernə qarşı oynayan həmişə rahat olub. Axırıncı dəfə mənim yadıma gəlir ki, 11-12 mövsümündə nəsə problem yaşatmışdı Bayern Reala. Hə, qismən. Ondan sonra orada belə keçdilər Real Madrid idi, amma yenə də orada Real Madrid sonadək mübarizə aparırdı. Amma ondan sonra bütün oyunlarda Real Madrid sözünü deyirdi, amma 2017-ci ildəki olanları da unutmamışıq. Keçən dəfə biraz Marsinya kömək eləmişdi. Joselu temasında. Joselu da yox, Joselu kömək elədi. De Ligt məsələsində. Orada Kane topu De Ligtin qarşısına atdı, o da qol vurdu, amma o top Kane'ə gələndə hakim oyunu saxladı. Niyə? Olur. Futboldur yəni. Olur nə deyək. İndi hamı altdan şərh edəcək. Qaqa get Chelsea Barça oyununda bax. Biz görməyib özüm. Bu yəqin ki, elə məğlubiyyətlərdən danışdım. Bu məşqçi məsələn Arbeloa, Alonso, Arbeloa'nın bu 5-ci məğlubiyyəti oldu və biz klubların səviyyəsinə baxanda həm Alonsonun mövsüm ərzində məğlub olduğu komandalar, həm də Arbeloa, yəni arada ciddi fərq var da. Məsələn, Alonso baxırsan Liverpoola uduzub, Manchester City'yə, Mallorca'ya uduzmuşuq, Albacete nə də orada oyun fərqi də var. Oyun sayına görə Alonso 28 oyuna deyəsən uduzub, Arbeloa 18 oyuna. 10 oyun aralarında fərq var. Amma Arbeloa City'nin üzərində qələbə qazandı ki, bu Real üçün daha önəmli idi məncə. Yəni onu deyirəm. Məsələn, Atletico Madridi heç inanmırdım, amma məğlub etdi. Atletico Madrid özü biraz belə rahat oldu elə bir ki, Reala qarşı. O şans düşmüşdü əlinə, istifadə eləsəydilər, yenə də olan qorxaq futbolu. Simeone'nin qorxaq futbolu. Simeone biraz ürəklə oynasaydı Reala qarşı, Real məncə yəni o oyunda qələbə qazana bilməzdi. Amma sonda indi yenə də Esterin təsir oldu. Ester o stadiona gəlib Vinicius deyəcək, gözlüyüm göstərəcəm mən özümü. Arbeloa'nın üstünlüyü sən nədədir? Arbeloa Xabi Alonso'dan fərqli olaraq güclü motivatordur. Yəni belə Zidane, Ancelotti deyil, amma Xabi Alonso kimi belə disiplin xəstəsi də deyil. Xabi Alonso gəldi, nə bilim orada zakon qoydu ortalığa ki, bu belə deyil. Saat 5-də gəlməlisən, 2-də gəlməlisən. Amma Arbeloa da belə deyil. Arbeloa deyir ki, tək oyuna. Hə, Mbappe sən quzu kəsərəm, Vinicius sən orandan öpün, burandan öpün. Hə, oynanda o atmosferi düzəltdi, komanda motivasiya qalxdı. Amma oyun olaraq hələ ki o deyil Real. Bəlkə də milli fasilələrdən sonra idi ona görə. Bəlkə Arbeloa Alonso'dan fərqli olaraq daha çox böyük oyunların baş məşqçisidir. Ola bilər, amma Alonso
daha belə güclü baş məşqçidir. Bu məncə belədir. Arbeloa həm də əsas məşqçi kimi gəlməyib də, yəni onu da nəzərə alaq ki, sadəcə mövsüm bir. Deyəsən Klopp gəlməlidir, səhv eləmirəmsə. Kloppun Danışıqlar. hətta Atletico Madrid gəlişi belə şayələri yayılıb. Mən inanmıram, açıq şəxsən Klopp Atletico Madridə gəlsə olan qalan hörmətini itirməyəm qarşımda. Yəni Kloppu çox sevirəm. Ən çox sevdiyim bəlkə 5 baş məşqçidən biridir və ən zirvədə bitirdi karyerasını. Hər şey elədi. Liverpoolu sıfırdan yığdı, ayağa qaldırdı, hər şeyi qazandırdı və getdi. İndi onun Atletico Madridə gəlməsi məncə onun karyerasına deməyim ki, ləkə bir mənfi bir xüsusiyyət kimi qeyd olunur. Yaraşdırmaram ona, amma inanmıram. Məncə bu sadəcə şayələrdir. Realın özünə belə inanmıram. Çünki Reala gəlsə, orada ən-azı 3 futbolçu ilə yollarını ayırmalıdır. Bu Vinicius'dur, Bellingham'dır və əlbəttə ki, Andre Lunindir. Yəni belə dünənlərim həm Real Madrid məğlub oldu, Barselona qalib gəldi. Amma Barselona gözlənilənin əksinə olaraq çətin qələbə qazandı. Necə yəni? Birinci hissədə oyundan əvvəl hər kəs gözləyirdi ki, çətin oyun ola bilər. Amma birinci hissədən sonra qırmızı kart, Atletico'nun 10 nəfər oynamağı və Barselona'nın hücum xəttində Laminin olmağı, Rashford dünən yaxşı oyunu göstərdi. Niyə qol bu qədər gec gəldi? Yəni 90-cı dəqiqəyə yaxın qol vuruldu. Problem nədədir səncə Barselona'da ki, yəni belə bir 10 nəfərlə oynayan komandaya qarşı qolu bu qədər gec vurur? Barselona da 10 nəfərlə oynayır, nonsens. Kim yox idi? Yəni dünən oyunda Flick gördü ki, Atletico Madrid 10 nəfərlə qaldı. Flick də özün bilirsən də belə şey xoşlamır da adam, yəni xoşlamır ki, yəni cığalçılıqla sevmir. Deyir ki, oyunu bərabərləşdirək və oyuna Ferran Torres saldı. Oyuna Ferran Torres daxil olmaqla avtomatik olaraq hər iki komandanın oyunçu sayı bərabərləşdi. Əksinə burada Atletico-da çoxaldı. 11-in ona çevrildi. Mənfi 2-dir o. Mənfi 2-dir. Mən mənfi 1 kimi bilmişəm. İndi Şəmlistan onu mənfi 2 kimi görsə vəbşə ola bilər. Ümumiyyətlə oyundan sonra gördük ki, Lamine Yamal kaprizli elədi orada. Flicklə dalaşdı, nə bilim, sporlaşdı. Əslində Lamine Yamal bu hərəkət düzgün deyil. İndi biraz mediada onu biraz dalın qaldırıb, Lordi desək. O özünə inanır da belə. Ruslanın bir sözü var. Sibəpa verir что ли. Yəni özünə inanır sən. Amma onu da qınamıram. Çünki qardaş, adam Barselonanı tək daşıyır. İndi Pedri'ni saymır və Pedri yarım müdafiəçidir. Pedri o puzzle-ın bir önəmli figurudur. Amma Lamine Yamal əsasıdır. Lamine Yamal o puzzle-ın əsasıdır demək olar. O Pedri'dir və yaxud Rafinha'dır. Onlar puzzle kimi onlar balaca qoyuruq, fiqurlar da yerləşdiririk. Amma Lamine Yamal bu özüdür və Lamine Yamal hücumda tək qalır. Lamine Yamal kimdən oynayır? Rəxit Ferranla, qoca Lewandowski ilə, yanında bir dənə normal hücuma meylli oyunçu varsa da Rafinha'dır. O da yoxdur. O da yoxdur. Qalıb olan ikisinin əlində yazıq bilmir nə etsin. Nə qədər onun ötürməsini batırdılar. İkinci hissənin ortaları idi, bir dənə ötürmə verdi Ferrana. Ferran bir dənə ayağını uzadıb topu sola çəkib qapıya vursaydı qol idi. Yəni Ferran həqiqətən qardaş. Hələ bu ilə adamın 37 qol plus asisti var bu mövsüm 40 oyunda. Daha nə istəyirsiniz bu adamdan? Onda yarısını Fermin vurub, heç olmasa Fermin. Fermin vurub. Dünənlərim Nikonu, yəni bildiyin cibinə salmışdı ki, davayı sən elə bura bax. Niko prosta belə də demək düzgün olmazdı. Atletico Madridin də məqsədləri tam başqa idi bu oyunda. Atletico Madrid bu oyunu yola verməyə çıxmışdı. Atletico Madrid üçün bu oyunun heç bir əhəmiyyəti yox idi. Tək bir əhəmiyyəti o idi ki, 3-cü yer uğrunda mübarizədə Villarrealdan geri qalmasın. O da qalib gəlməlidirlər və qalib gəlməsəydi belə problem deyildi. Yəni Atletico Madrid üçün 3-cü yer olmaq və ya 4-cü yer olmaq bir o qədər də önəmli deyil hal-hazırda. Onsuz da Çempionlar Liqasına gedəcək. Avropada yenə oynayacaq. Kubokda finaldadılar. Hazır bir titul qazana bilərlər. Real Sociedad. Real Sociedad da hal-hazırda optimal vəziyyətdə deyil və böyük ehtimalla ki, Atletico Madrid qalib gələcək. Gəldi uduzdular. Gəldi ola bilər, amma yəni favorit hal-hazırda Atletico Madriddir. Son ümid yerləri belə tutumlu titul desək Çempionlar Liqasıdır. Bunun üçün onların şansı var əslində. Belə baxanda ən rahat tərəfə düşüblər. Biz necə rahat tərəfdəyiksə, onlar da rahat tərəfdədir və Barsanı keçmək üçün onların şansı nədə var? Çünki psixoloji olaraq onlar o cəhətdən üstündürlər. Həm də ikinci oyun. Yəni ikinci oyun Metropolitana söhbəti var, amma bu günə kimi biz 2 dəfə qarşılaşmışıq da üz-üzə Çempionlar Liqasında, 4-1 finallarda. Və ikisində də məğlub olmuşduq. İndi orada hakim səhvi olub, nə olub, o başqa məsələ öz yerində. Və psixoloji olaraq
Atletico Madridin üstünlüyü var. Atletico Madrid daha çox özünə inamlıdır. Və bu oyunun onlar üçün heç bir əhəmiyyəti yox idi. Biz heyətə baxanda da gördük. İkincisi də Tofiqi saldılar. Əsgərlikdən Tofiq gəldi. Tofiq belə gəldi əsgərlikdən. O da. Ya da gələn kimi sarı aldı. O da əsas oyunçularını oynatmamışdı. Yəni Lukman yox idi, Alvarez yox idi. Ümumiyyətlə Alvarez oynatmadı. Sorlot'u saldı. O da Murta Bəkəm ayağına top gələr vurar. Əslində Lukmanı salmaq istəyirdi. Biz gördük ki, hazırlaşdırır. Prosta Nikon Qırmızı qırmızı aldığından sonra fikrini dəyişdi. Niko qardaşım, yəni Atletico-nu belə pis tutmasın, pis vəziyyətə qoydu. Əslində o qırmızını o əllə oynayanda almalıydı məncə. Voleybola çəkirə baxdım. Yəni o bir dəfə Ronaldo da olmuşdu. Yadıma gəlirsə bəlkə neçə illər əvvəl Ronaldo Realda oynayanda desən Xetafe-lə oynayırdılar. Ronaldo əli ilə qol vurdu. Refleks olaraq əlini qaldırdı yuxarı. Bu normal bir şeydir. Ona orada heç bir kart verilmədi. Çünki rəqibin hücumunun qarşısını almadı. Özü qol vurdu, okey. Amma o belə katastrofik bir hadisə deyildi. Amma bu adam Lamin topun qarşısını alır. Bu Yamal təkbətək çıxırdı. Qarşıda zəmin bir oyunçusu vardı. Orada qırmızı vermədi ki, oyunu bağışladı. İkinci vərəqədə olmalı idi. Buyurun, eşidirəm sizi. Bilirəm, Real azarkeş olaraq deyirlər. Real azarkeş bir dənə də xoşagəlməz hadisə oldu bayaqda. Bu Mbappé ilə bağlı. Yəqin ki, gördü, mediada yayıldı. Ya bu Kante'dən kapitanlıq sarğısını almağa özdə belə buna münasibətin necədir? Yəni bayaq biz dedik, sən dedin ki, Yamalı biraz media qaldırıbdı. Səncə bu Mbappéyə də aiddir? Ya ümumiyyətlə niyə belə? Mbappénin mediasında daha çox belə tez qaldırmışdı. Neçə illər əvvəl artıq. Monacoda oynayanda hətta. Monacoda o PSG-də olanda o, yəni indi Neymar necə statusdadsa, Mbappé də o statusdaydı. Amma Mbappé son illərdə elə bil, bu son ildə hətta biraz belə özünə inanmağa başlayıb pis mənada. Onun elədiyi hərəkət düzgün hərəkət deyildi. Oğlanlığa yaraşmır. Oğlanlığa yaraşmır. Kante orada Polno təsbihlə çıxıb onu həll eləyə bilərdi. Amma Kante'nin özündə Allahın bədbəxtidir. Təvazökardır, çox. Təvazökardır. Adama səncə deyirlər, şapalağı vururlar. İnanırsan, deyirlər kapitanlar. Yəni bu futbol Tottiləri görüb, Messiləri görüb, kapitanlar oynayan. Belə deyim də. Valla Kante o epizoda vid verməyib də. Bəlkə onun xəbəri yoxdur ki, bu mediada bu qədər şişirdilib də. Adam deyir, hə, okey, kapitan budur, verək də. O Kante elə adamdır. Amma indi Totti deyirsən, nə bilim, Puyol olub bunun, Messi olub. Yəni bu böyük oyunçular burada bilinir. Okey də Totti ola bilər, Mbappé kimi böyük oyunçu ola bilmədi. Futbolçu ola bilmədi. Amma oyunçu olaraq Totti Mbappédən böyüklüyünü göstərdi. Məsələn Messidə də oldu ki, Otamendiyə deyirlər ki, kapitanlıq sarğısını ver, o vermir, deyir qalsın da, bırak qalsın, lazımdır. Totti də həmçinin. Yəni əksər kapitanlar bunu eləyib. Bəlkə Real Madriddə də hansısa bir oyunçu bunu eləyib məncə. Ola bilməz ki, olmasın. Amma hansısa bir yoldaşlıq oyununda sən bunu belə əmrlə tələb eləmək, şerkini göndərirlər, bir uşaq göndərir. Get o sarğını gətir. Və onsuz sən oynaya bilmirsən, onsuz alınmır oyun. Oyuna da gir oyuna da. Kante belə baxanda səndən daha belə sevimli oyunçudur hal-hazırda fransızlar üçün. Hətta dünya çempionatında da onun qədər yəni dünyada ən çox sevilən oyunçulardan biridir. O təvazökarlığına görə, o insanlığına görə. Nə bilim valla, o bir dəfə Griezmann da eləmişdi onu. Bir neçə il əvvəl Griezmann da eləmişdi. O hətta Griezmannla dalaşmış da kapitanlıq sarğısı üstündə Benzema gedəndən sonra. İddiası yox idi o Griezmannın. Griezmann da kayfullanan biridir. O ancaq belə gizli şeylər eləsin, nə oyun oynasın. Əslində orada kapitan olmağa ən böyük namizəd elə Griezmann olmalıdır. Griezmann daha çox eləyib Fransa millisi üçün. Okey də indi Mbappé Dünya Kubokunda başqa primasıdır, razıyam. Yəni bəlkə əməyi çoxsundan çoxdur. Amma Griezmann daha təcrübəlidir. Griezmann daha çox bu komanda üçün can verib, pis günlərində yanında olub. Amma Mbappé elə bir dövrdə gəldi ki, Fransa millisinə. Artıq hər şey düzəlmişdi, hopmuşdu və hər şey var. Gəldi, bizə necə elə bir yerə düşdü ki, tək başına bütün Senegallılar oradaydı. Artıq yığılmışlar. Mbappé dünənlərimdə Mallorcanın oyunda Luninin yanında dayanıb, yəni hakimlərlə. Yəni bu Lunin kapitan idi. Yəni desəm ki, Lunin komandaya təzə gəlib və dil problemi var. Belə bir şey də yoxdur. Lunin artıq illərdir. Birləşsən, yəni İspan dilini şeydən yaxşı bilir. Mbappédən daha yaxşı bilir. Çünki illərdir artıq Real Madriddə durur və Mbappé hakimlər yanında Luninlə bərabər top seçirdi, nə seçirdi. Bu yəni o sənin üçün deyil də o. Yəni bəzən o özünü lider kimi göstərmək istəyir artıq. Bu düzgün bir şey deyil. Yəni belə lider olmur. Lider komandanın çətin anlarında görsənir. Komandanın o lideri axtarmadığı anlarda, necə mənada Ramos kimi. Yəni birdən-birə üzə çıxır, öz oyunu ilə göstərir ki, mən liderəm. Yoxsa belə
giz-giz hərəkətlərinə mən başqa şey deyəcəm. Gəl topun yanında durum, hakimin yanında durum, mırtdaşım eləyim. Belə şey olar başa düşürəm. Mbappe-sən sən. Yəni bunu hansısa bir orta dərəcəli oyunçu eləsə, biz indi Vinicius-u qınayırıq. Yəni Vinicius-un elə hərəkətləri olmayıb ha. Bax mən Vinicius-dan mənim zəhləm gedir, hamı bilir. Amma yəni Vinicius-un elə hərəkətləri olmayıb. Vinicius belə şey daşıyır. Vinicius ancaq azarkeşlərlə vurdu. Problem azarkeşlərlə. Problem o şeylərlə. Azıq verməkdir zət. Məncə bu nə oldusa getdi, o yeni sevgili tapdı, nədir o? Məni atıb getdi də o yəni. Ahım tutmalı idi o. Ondan sonra nəsə oldu, bilmirəm. Hərəkətdə ona da xəyanət elədi. Ona da xəyanət eləyib bu. Alfa. Sigma. Göstərir də. Dünən bir dənə də oyun var idi, elə Galatasaray. Yəqin onu deyəcəkdim. deyəcəkdim. Prosta dözə bilmədim. Dünən derbilərdən biri də o derbi idi. Galatasaray Trabzon, Galatasaray. Olsun Trabzona. Trabzon doğrudan da göstərdi ki, Türkiyə Süper Liqasında cəmi 3 klub yoxdur. Yəni 4-cü klub da var. Bu klub hələ də sağdır. Düzünə sən mənim də Trabzondan da Qalatasaraydan bir o qədər xoşum gəlmir. Fenerbahçe simpatiyam daha çoxdur, amma Fenerbahçe də Fırlanır özü üçün var da, prosta var. Oyuna biz tam olaraq baxmadıq. Yəni Şəmi ilə bir yerdə idi də belə spoiler olaraq görürdük, arada bir belə momentləri görürdük. Galatasaray Trabzonspor çox da qəşəng oynayırdı. Əvvəl məsələn Galatasaray ilə Trabzon oynayırdım. Mən baxırdım Fənərə, deyirdim ki, Trabzon uduzdu da, 3 xalı var Qalatasarayın. Dedi buna görə də vencel olmadı, nəysə. Amma dünən gördük ki, yox qardaş, Trabzon çıxdı, uddu. Qalatasarayın əleyhinə də bəzi epizodlar oldu. Məsələn Barış Alperin epizodu təmiz qırmızı idi. Təmiz qırmızı idi. Ayağı kəsmişdi yerdən. Yəni sarı vərəqə belə vermədilər. Heç nə olmadı. Heç nə olmadı. Sarı vərəqə belə vermədilər. Yəni Türkiyə futbolu budur. Leminaya bir epizod var idi, ikimiz baxırdıq. Fuad qayıtdı ki, Qalatasarayda bu hakim buna sarı verməyəcək. Biz oturmuşuq, oyunun hansısa bir məqamıdır. Trabzon hücum eləyirdi. Hakim oyunu saxlamadı çünki top Trabzonda qalmışdı. İcazə verdi ki, avantaja buraxsın və hücumu bitirsin. Amma hücum bitəndən sonra avtomatik olaraq o Qalatasarayın oyunçusuna vərəqə verilməli idi. Çünki çox kobud oynamışdı. Mən dedim ki, vərəqə vermədi, verməlidir. Şəmi məhəlləyə ki, dayıdan biz başqa şeylər deyildik. Şəmi deyir, yox, verəcək. Axırda isə vermədi. Barış Alperə qırmızı verilmədi. Da neynəməlidir ki, ona qırmızı verəsən? Axırda Abdülkərimə verdi bir dənə şey üstündə, ikinci sarı vərəqədən, oyundan sonraki davada. Davadan sonra o da oyun qutarandan sonra, toydan sonra nağara idi. Bilmirəm, yəni Türkiyə futboluna baxıb həzz alanlar varsa, sizə halaldır. Halaldır, nəmi belə Allah səbir versin. Yəni mən Türkiyə futboluna bir o qədər çox baxmıram. O gördüklərimdən sonra vəbşi belə baxmaq istəmirəm. Çünki bu absurd qərarlar verirlər. Məsələn, indi biz La Liga hakimlərini qınayırıq. Bəlkə də Türkiyəlilərdən sonra ən çox o belə absurd qərarları ilə La Liga hakimləri yadda qalıb da, gic-gic qərarlar verirlər. Amma Türkiyə hakimləri ümumiyyətlə bəzi özləri elə qərarlar verir ki, deyirsən ki, bu adam futbola baxmayıb həyatı boyu. Yəni bilmir bu nə olan şeydir. Bu var texnologiyasının adı var orada, var. Baxılmır ona. Futbol baxılır belə, prosta cibinə çox girir. Nə bəlkə orada o söhbətdir, nədir, bəlkə də var. Okey, nədir? Qalatasaray da var. Fenerbahçe da büyüm istifadə edə bilsə. Nəydə? Fenerbahçe etsən olacaq. Etməncə. Fenerbahçe balaca körpə uşaq kimi yəni. Götürmək istəyirəm quzağıma onu, belə sığallamaq istəyirəm, belə yelləmək istəyirəm ki, canım, quzu kəsərəm səni. Yaxşı olacaq hər şey. Belə təsəlli vermək. Onun neçə ildir yaxşı olacaq deyirdi. Yəni gör neçə illərdir bura. Yəni doğrudan Fenerbahçe bu mövsümə çempion ola bilmədisə, bu bir nömrəli öz günahıdır. Nəyə görə? Hər cür imkan var. Galatasaray ilk növbədə Çempionlar Liqasına fokuslanmışdı. Artıq 3 ildə ard-arda Süper Liqanın qalibi olur və bu mövsüm Çempionlar Liqası üçün çox gözəl heyəti var idi. Və adamlar dirəşdilər ki, biz axıra qədər gedəcəyik, getməliyik də. Və getdilər. İndi Liverpool səttinə ilişdilər. Orada biraz ağıllı olsaydılar, bəlkə nəsə edə bilərdilər. Bu da bir şans məsələsidir. Amma Fenerbahçe gəldikdə isə Fenerbahçe bundan istifadə etməli idi. Çünki Fenerbahçe də okey də indi Avroliqada mübarizə aparırdı. Amma getdik Qara Cümrüyə uduzdu. Hətta status olaraq gör Çempionlar Liqasından nə qədər geri qalır Avroliqa. Oradakı rəqiblərə bax. Fener Nottingham uduzdu. Galatasaray Liverpool uduzdu. Fərqə bax bir dənə. Biri 4-cü yerdədir, biri 17-ci yerdə. Yəni olmaz da belə. Özdə heyət olaraq
genişliyə baxdıqda Fənərin heyəti daha genişdir və hər iki cəbhədə mübarizə aparmağa qadirdir. Amma Qalatasarayda elə deyil. Qalatasarayın stabil bir heyəti var. Orada bir nəfər olmayanda artıq komanda laxlayır. Bu da kimdə? Osimhendir. Osimhen olmasa o komanda batar. Dünən də göründü. Hə, geri göründü. Yəni Icardi-ni artıq orada söyürlər. İranın qəhrəmanı indi anti qəhrəman olub. Yəni Türkiyə Icardi elə söyülməli adamdır. Nə bilim, Yaxşı oğlandır. Fenerbahçe bu il çempion olsa mənə çox təəccüblü gələr. Gələ Qalatasaray nə dərəcədə belə səhvlər buraxa ki, Fener o çempionluğu qazansın. İnanmıram. Trabzon şansı daha çoxdur. Trabzon daha çox layiqdir hətta. Layiqdir. Trabzon daha çox şansı var bu dəqiqə. Türkiyə çempionatıdır. Hər şey ola bilər. Yəni biz Türkiyə çempionatı Beşiktaşdan dan nəsə gözləyirəm. hə o halıblar bir dənə. Karyalı da deyəsən, yoxsa Karyalı. Karayel, Cənubi Karayeldir bildim belə. Türkiyə Nə çempionatı. bilim, axırıncı dəfə Beşiktaş Qalatasaray Fener oyunu çox maraqlı idi. Son oyun. Orada şeydə Ozan idi kim adı yadımdan çıxdı. Nədə olan kapitanları Beşiktaşın. Beşiktaşın kapitanıdır. Bu da mənim Türkiyə futboluna. Mən baxmıram. Mən də baxmıram elə. Ancaq Qalatasaray oyunundan oyuna gedir. Şeydən gələn, Benficadan gələn. Hə, o Orkun Gökçü. Orkun Kökçü, aysa o qırmızı aldı. Neçə? Hə, 2-0-dan 3-2 olmuşdu da. İndi bu səvərdə elə şey eləməsə maraqlı oyun olar. Hə, Türkiyə çempionatı bəy. Bir dənə sualım var. Dünənlərim İngiltərədə FA Cup oldu. Manchester City Liverpool 4-0 uddu. Yəni bu əslində gözlənilməz hesabdır. Nə qədər desək ki, City güclü heyəti var, amma Liverpool da tam əsas heyətlə çıxmışdı oyuna. 4-0 məğlub olmaq və Salahın son ilində yenə də bir penal istifadə edəməməsi. Səncə bu nədən qaynaqlandı ki, Liverpool 4-0 məğlub oldu? Yəni 2-1 Arne Slot başqa variant yoxdur. Yəni o Liverpool səviyyəsində baş məşqçi deyil. Okey, indi Salah qocalıb, Salah indi toksiklik yaradır Liverpoolda. Ümumiyyətlə bu mövsümün əvvəlində Salah komandadan ayrılmalı idi. Ərəbistan ağlayır onun üçün. Ya Ərəbistan ya Türkiyə, ikisindən birini seçməlidir. Amma böyük ehtimalla Ərəbistanı seçəcək pula görə. Və o getməli idi Ərəbistana. Liverpool oyuna müqabililə uzatmamalı idi. Və həmçinin Slotun yerinə Xabi Alonso gəlməli idi. Orada indi Xabi Alonso Real Madrid eşki biraz. Hə, indi böyük ehtimalla növbəti mövsümdən biz Xabi Alonso'nun Liverpoolun başını görəcəyik. Bax Xabi Alonso Liverpoola gələndən sonra biz tam Liverpool, başqa Liverpool görəcəyik. Möhtəşəm Liverpool olacaq. Slot məşqçi deyil bura. Yəni Slot orduna, yəni o adam Manchester City-nin ən bədbəxt vaxtında. EPL-i prosta şkip eləməyindən istifadə elədi. 2 mövsümdür ki, Guardiola EPL-də oynamır. Və bundan bir dəfə Liverpool istifadə elədi. İndi Arsenal istifadə edə bilər. Görə istifadə edə biləcək. Dünənlər Arsenal məğlub oldu. Arsenal məğlub olmasa indi belə mən onu belə absurd bir şey kimi görməyəcəm. Adamlar məqsəd olaraq 2 əsas titulu qarşılarına qoyublar. Bu Çempionlar Liqasıdır və Premier Liqadır. Amma FA Cup-dan da uzaqlaşmaq, yəni o deyil də. Çempionlar Liqası dedi. Arsenal'la elə Çempionlar Liqası yoluna baxaq. Orada ən belə deyim də zəif ona düşüb. Leverkusen də düşdü. İndi də Sporting Lisabon. Sporting Leverkusen daha güclüdür. Yəni mən hətta keçən verilişdə demişdim ki, Sporting Lisabon Arsenalı keçəcək. Mən hələ də onu inanıram. Məncə keçəcək. Sən elə bu barədə bir dənə Çempionlar Liqasının növbəti oyunları, bu tur olacaq oyunlar barəsində bir dənə. Elə Arsenaldan başlayaq. Yəni mən Arsenaldan başlasaq, yəni Arsenal birinci oyunu harda oynayacaq? Sportingdə. Sporting orada ən azı bir top fərqi ilə qalib gəlsə, mənə görə gəlmək şansı var. Yəni belə normal futbol oynasalar, arxayınlaşmasalar, rəqibi ciddi alsalar, Arsenal uzanda qələbə qazana bilərlər. Niyə də yox? Çünki Arsenal yenə deyirəm, o güvəni vermir. Arsenal o etibarlılığı vermir. Müdafiəsi güclüdür, indi hücumu güclüdür, amma oyunlarında o anlaşılma çox aşağı səviyyədədir. Məntiq yoxdur. Tuta bilmirsən ki, bunlar nə etmək istəyirlər. Nəticə var. Nəticə verirlər bəzən, amma o gözəl oyun yoxdur. O güvən verilmir. Yəni sən hiss eləmirsən ki, bu komanda istənilən rəqibi məğlub edə bilər. Və Sporting də dinamik futbol oynayır. Sporting sürətli futbol oynayır. Cinahları çox sürətlidir. Luis Suarez kimi hücumçusu var. Yəni bizim Luis Suarezin Temo versiyasıdır, amma o da gedər, yəni pis hücumçusu deyil. Inacio kimi müdafiəçiləri var ki, halbuki bu dəqiqə top klublar onun dalınca düşüb Barsa başda olmaqla. Yəni Sporting məncə ilk oyunda məğlub olmayacaq. Mən belə düşünürəm. Məğlub olsa belə böyük fərqlə inanmıram ki, məğlub ola. Cavab qarşılaşmasında artıq Emirates-də Arsenal keçməlidir, yəni Sporting, başqa variant yoxdur. Yəni sən Sportingi kəsə bilmirsənsə, bro, yəni
Klub bağladım. Çempionlar Liqasına gəlməyin də brat. Yəni mən belə deyəcəm bunu. Başqa variant nə deyim ki? Məncə də Yəni mən elədir. Sporting aşağılamıram. İndi bəlkə ölkəmizdə Sportingin azarkeşləri var. Olsa yəni doğrudan da sevinərəm. Yəni ən sevdiyim klublardan biridir Sporting. Belə simpatik komanda gəlir mənə. Ümumiyyətlə Portuqaliya komandaları var ha. Çox Bu sevirlər, top 3 var ya. Porto, Sporting, Benfica. Benfica. Onların üçünə də simpatiyam var. Üçünü də sevirəm. Yəni azarkeşlik etmirəm abi hansısa birinə. Bu nəsə belə üçü də mənə belə maraqlı gəlir. Üçünün də özünə görə belə maraqlı tarixi var. Oyun strategiyaları Hə, var. oyun belə strategiyaları var və hərəsi özünə görə bir nəsə iz qoyub Portuqaliyada. Yəni tarixdə nəsə iz qoyublar. Ona görə mən əslində istəyirəm ki, Sporting keçsin. Onlara sırf olaraq simpatiya etdiyimə görə. Arsenal da mənim yəni simpatizə etdiyim komandadır İngiltərədə. Liverpool və Arsenal onları çox sevirəm. Bu Arsenal belə bir qorxur kimdənsə Arsenalı. Belə nəsə risk etmək istəmir. Belə Bəlkə Arteta gücünü bölənmir. Yəni Arteta elə çünki bir- çempionat başlayanda, Çempionlar Liqası başlayanda Arsenalı gördük ki, çox möhtəşəm oyun oynayırdı. Yəni amma bir yardan sonra keçdilər küncdən zərbə oyun oynamağa. Standarta keçdilər. Standarta keçdilər. Amma yəni görünür ki, Pepdən fərqli olaraq Arteta da o winner xüsusiyyəti yoxdur və gücünü də tam bölənmir və yenə də gördüyümüz kimi fevral ayından sonra Arsenal düşüşlər yaşayır. Ümumiyyətlə çox komandada olur fevraldan sonra düşüş. Keçən mövsüm məsələn Liverpoolun başına gəlmişdi bu. Amma Arsenalda düşüş də deyil. Arsenalda elə bir ki oyunçulara biz bunu Vuzada da danışmışdıq əslində yadıma düşdü. Elə bir oyunçulara belə məhdudiyyət qoyublar ki, sən tam istədiyini etməməlisən. Sən Arteta dediyi kimi oynamalısan. Bu belə olmalı deyil. Məsələn, Eze'nin hansısa bir xüsusiyyəti var ki, bu onu eləsə daha yaxşı olar, daha effektiv olar. Hə. Ya azadlıq verilsə Eze'yə tutaq ki, də atıram, şərt olaraq deyirəm. Arsenal üçün daha effektiv olar. Yox. Eze Arteta ümumiyyətlə deyir ki, yox. Arteta deyir ki, yox, sən ancaq öz mövqeyində olacaqsan. Ortaya düşməyəcəksən, mərkəzə düşməyəcəksən ya da cinahlara çəkilib müdafiəçilərə kömək eləməyəcəksən ya da başqa nüanslar ola bilər. İndi mən atıram. Yəni hansı elə bir disiplin çərçivəsində oynayırlar və bu disiplin toksiklik yaradır. Yəni əksinə mənfi təsir göstərir. Disiplin yaxşı bir şeydir. Məsələn, amma Real Madrid kimi komandada disiplin keçmir. Real Madriddə xaos lazımdır. Real Madrid xaosu sevən komandadır. Real Madrid disiplinlə işləməyi sevmir. Bəlkə Arsenala da xaos lazımdır. Arsenala xaos eləsə bəlkə partladar. Yəni belə deyim, Arsenal bu il Premyer Liqanın qalibi olsa, sırf bunu Guardiola'nın adına yazmaq lazımdır. Arteta yox, Guardiola Arsenalı çempion elədi. Çünki 2 mövsümdür ki, Guardiola Premyer Liqaya vid vermir. Düzdür. Yəni nə deyirsən? Bəlkə də Arsenal azarkeşləri izləyəcək, amma bu il də ola Bizim bilər. mən yəni Arsenalı niyə təhqir edir? Təhqir eləmirik, bir şey eləmirik. Yəni olan deyir də qardaş. Yəni nəticələri var, Həqiqətən amma bu il də ola bilməsə, çünki Bəs nə vaxt olacaq? Guardiola bildiyin tələbəsinə yol verib ki, get də. Yaratmışam da bir şans yaratmışam sənin da. Yəni 7 xal fərq vermişəm artıq sənin üçün. Mən əlavə oyunumu da eləmişəm. Sənin üçün yola verdim. Bu qədər xal fərqi vermişəm. Get də, get bizcə çempion ol. Biz də dincələk, Canımız siz də dincəlsin, dincəlin. yəni. Hamı dincəlsin. Bəs yaxşı digər oyunlardan nə gözləyirsən? Yəni kim keçəcək o biri tərəflərdən? Məsələn, Barça Atleticodur, Real Bavariya, Paris, Liverpool. Paris Liverpool haqqında danışmaq istəyirəm. İndi City ilə Liverpoolun oyununa mən baxdım. Belə icmalına baxdım, yəni daha doğrusu Liverpool heç o deyil, brat. Liverpool, yəni mən belə gözləmirdim slotu. İndi mən hər şey slota görə qaynaqlanır orada. Sadə bir şey deyəcəm. Milli fasilələrdə Wirtz getdi, İsveçrədən oyunda hoqqa verdi. 2 qol vurdu, 2 assist elədi. Super oynadı. Uzaqdan hardan vururdu, top girirdi, nə edirdi. Bu adam elə bil Almaniyada oynayanda tam başqa adam olur. Gəlir Liverpoolun düşərgəsinə tam başqa adam olur. Bu niyə belədir mən anlaya bilmirəm. İndi biz problemi oyunçuda görürük, məncə yox. Yəni bu adaptasiya deyilən bir şey var da, komanda adaptasiya dövrü var. Daha mövsümün sonunda da bu qədər adaptasiya olmaz da. Deməli burada problem başqa nüansdadır. Mən də bu problemi slotda görürəm. Bəlkə Wirtz azadlıq vermir tam olaraq. Çünki O, Almaniyada bəli, gördük ki, bəli, budur, Wirtz budur. tam bir fırlanır da, harda istəsə oynayırdı. 100%. Leverkusendə də Wirtz çox azad idi. Wirtz azad oyunçu olmalıdır. Wirtz əsl məsələn Barsalıq oyunçudur bu dəqiqə. Mən qabaq onu dedim ki, Wirtz Barsaya tutmaz. Real üçün daha uyğun olar. Okey, Real'a da oturar, Wirtz-ə oturar. Amma Wirtz Barsa da məsəl üçün Olmo'nun yerində sən nə edir? Daha effektiv olar. Çünki ona azadlıq verəsən, o tərpənəcək, dayanmayacaq. Barsada da belə dinamik futbolda da oyunçular tez-tez mövqe dəyişirlər. Wirtz onun üçün ideal olardı. O PSG bura, PSG yəni bu PSG ötən mövsümkü PSG deyil. Okey, hardasa biraz nəsə laxlayırlar. Orada da sən nədir? Luis Enrique ilə problemlər yaşayır rəhbərlik. Avtomatik olaraq komandaya da təsir edir, psixoloji olaraq təsir edir.
Ona görə PSG biraz o deyil. Amma bu o deyillə belə Liverpoolu keçməlidirlər. Liverpoolu keçməsələr, Liverpool növbəti mərhələyə keçsə mənim üçün sensasiya olar. Qaldı ki, Atletico Madrid, Barcelona, hər şey Barcelonasıdır. Yəni mən bunu demişdim, Barcelona Atletico Madriddən problem yaşayacaq komanda deyil və biz bunu da görürük. Bu mövsüm Barça ilə Atletico 4 dəfə qarşı-qarşıya gəliblər. Üçündə Barça qalib gəlib, birində Atletico Madrid qalib gəlib və Atletico Madridin qalib gəldiyi maçda Barçanın demək olar yarı heyəti zədəli idi. Əsas oyunçular yox idi və komanda bundan əziyyət çəkdi. Okey, mən razıyam. Son oyunda da Atletico Madrid əsas heyətlə oynamırdı. Amma ümumiyyətlə Atletico'nun futbolu göstərdiyi o belə biraz iyrənclik. Futbol, Atletico və futbol heç assosiasiya olunmur. Nə bilim, yəni ölkəmizdə var indi Atletico'nun azarkeşləri. Nəyəsə görə Atletico azarkeşlik edirlər. Bu demək deyil, hər bir klubun böyük bir tarixi olmalıdır ki, biz o kluba azarkeşlik eləyək. Söhbət tarix məsələsi deyil, söhbət oyundan həzz almaq məsələsidir. Yəni bir Atletico Madrid azarkeşi Atletico Madridin oyununa baxıb həzz alırsa, mən daha sözüm yoxdur. Sən necə? O məsələ var idi. Evdə xoruz, çöldə fərə söhbəti var. Rayo ilə oynayanda Atletico Madrid, Elche ilə oynayanda Atletico dominant futbol oynayır, açıq futbol oynayır, rəqibin üstünə gedir. Amma Barça ilə Reala gələndə oturur 11-də qapıya. Ala Barçaya da belə oynadı, Atletico'ya da belə oynadı. Reala da belə oynadı. Estağfurullah. Niyə oynamırsan onu? Çünki bilirsən ki, sənin bacardığın budur və adama yer eləyən budur ki, sən özünə top klub deyə bilmərsən ondan sonra. Top klub ümumiyyətlə ya avtobus oyna, hamı ilə avtobus oyna. Biz bilək ki, sən avtobussan, həm Rayo ilə, həm Barça ilə. Yəni cəhənnəm bir 4-5 il qabağa qədər ancaq avtobus oynayırdı. Bilirdik ki, bunlar avtobusdur. Yəni həm liqada Lüboy oyun avtobus oynayırdılar, çempionlara çıxırdılar, yenə avtobus oynayırdılar. Bəzən avtobus məsələsi də qalsın, bəzən olan belə o provokasiyalar olur. Məsələn, o Simeone'nin o belə şüvənliyi zad olur. Belə baxıram buna, deyirəm, ayda sən nə də, yəni sən kimsən? Dünyada ən çox baş məşqçi olan baş məşqçidir, yəni. Sən kimsən ya? Yəni Inter onluqdur. Prosta ümid edirəm ki, Inter də belə avtobus oynayan komandadır. Yəni müdafiə yönlü oynayan komandadır. Hörməti var da bura cəhənnəm. Interin hörməti, yəni Interin yəni oyun stili tam olaraq avtobus sistemi üzərində qurulmayıb da. Amma indi gəlib Simeone oranı da Atletico eləsə, da yazıq Milan, yazıq Juventus, yazıq Napoli deyəcək qardaş, amma Barçanın canı qurtaracaq. Amma Atletico var ha, Simeone'dan sonra kim ki gəl sonra ya Atletico'nun ideologiyasını davam elətdirməlidir ki, uğurlu olsun, ya da öz futbolunu ora soxsa belə pismasın. Yəni o Atletico 2-3 il özünə gələn deyil. Bunlar da dəyişilməlidir yəni. Yəni komanda heyəti dəyişilməlidir. Cəmaət deyəcək ki, hücum futbolu, biz belə şey bacarmırıq axı. Onlar 2 dəfə çempion oldular. Birində David Villa'nın hesabına, birində Suarez'in hesabına. O da Barçanın oyunçuları hesabına. Barçanın oyunçularının son 30 ildə 2 dəfə çempion olan komandadır da. Nə deyə bilərəm? 2 dəfə Çempionlar Liqasında final uduzub, eyni komandaya. İkisi Real. Bu yəni həqiqətən oyunçuların və baş məşqçinin şeyində finalda uduzmaq məsələsi deyil, problem məsələsi. Amma məsələn hər dəfə şansları vardı finalda udmaq və Şəmin sözünə qüvvət lose edirlər. Yəni sən 92-48, yəni sən 1 dəqiqədə dayanmadın ki. Ya onu saxlamalıydın da sən. Variant yoxdur. Plus da ki, desək ki, məsələn də keçən Barcelona bunu Interlə yaşadı. Sadəcə Barcelonanın heyətinə baxanda biz gördük ki, 18-19 yaşlı uşaqları idi və bunların ümumiyyətlə təcrübəsi yox idi. Yəni bu adamlar vaxt uzatmaq nədir bilmirlər, eləmirlər. Amma Atletico bilir axı. Atletico peşəkarıdır. Sən bunun peşəkarısan. Puxtələşmiş bir heyət idi. Miranda, Godin, Thiago'su var idi. Qabisi var idi. Və o boyda oyunçularla sənə yenə də gözündən zərbədən kəllə ilə qol vururlar. Sənin müdafiəçilərin zaten 2 metrdir əlində. Yəni sən necə qol buraxırsan? Yəni Barça özünə problem yaşatmasa, Atletico qarşısında heç bir çətinlik çəkməyəcək. Özünə problem yaşatmamalıdır və Barçada bu var. O bu dəqiqə mövcud komandalar arasında hansı ki çempion liqasında mübarizə aparırlar. Tək komanda Barcelonadır ki, öz-özünə priключение axtarır, öz-özünə problem yaradır. Daha sonra o problemi ya həll edir, ya həll edə bilmir. Atletico Madridə qarşı da belə olacaq. Əgər Barça rahat oynasa, çəkinməsə, relaksda olsa və məsuliyyəti hiss eləsə, Atletico Madrid onun üçün problem yaratmamalıdır. Məncə də birinci oyun çıxıb və force major hadisələr olmasa əlbəttə ki, da 20-ci dəqiqədə qırmızı vərəq alsa kimsə batdı oyun. Rafinha amili var. Bu yəqin sən də buna təəssüfləndin ki, milli arada sıradan çıxdı. Minimum 1 aylıq. Yəni bu mövsüm bitirdi.
ən əsas oyunlarda həm əksər vaxtda belə olur. Ən əsas vaxtda da lazım olan oyunçu gedir. Rafinha gedir. Boş bir oyunun hesabına. Özünün ağılsızlığı idi əslində bir tərəfdən. Rafinha belə baxanda belə istədi ki, o lider xüsusiyyətini millidə də göstərsin. Əslində yaxşı bir şeydir bu, amma lazımsız oyunda. Yəni Fransa ilə oyunda yoldaşlıq oyundu. Mbappe orada gəzir özü üçün peşkom. Vinicius orada Esterlə baxışır tribunadan. Bu da mənim üçün qaçır, pressing eləyir, dayanmadan. Nə olub da? Yəni niyə? Bir məntiqlə fikirləş, bir ağılla fikirləş. Lazımdır sənə bu yoxsa yox. Bu demək deyil, yəni milliyə olan dəyəri sən azaltmalısan, milli komanda üçün can verməməlisən. Hər şeyin yeri var. Yəni bu dəqiqə nəsə bir mənfəət və yaxud bir motivasiya yoxdur ortalıqda ki, sən bunun üçün belə can yandırasan. Dünya çempionatı finalı olsa, yarım finalı olsa, hansısa bir önəmli maç olsa deyirəm, okey də, bas getsin, get nə bilim, Turamın üstünə çıx. Amma indi nə mənası var onu eləməyin? Amma yəni Rafinhasız belə Barsa bu məsələni həll eləməlidir. Lamine Yamal amili var. Əslində Rafinyanın zədələnməsi mən keçən versə dedim, Laminin qabağını çox açır. Çünki Lamin Rafinha iki tandemində qismən Rafinhaya fokuslanmaq daha çox olurdu. Nə cəhətdən, qol cəhətdən, liderlik cəhətdən hamı Rafinhaya fokuslanırdı. Prosta amma əziyyət çəkir Yamal. Mən razı deyiləm. Amma hal-hazırda Lamin bu cəhətdən əziyyət çəkir. Çünki ən azı topu verirdi Rafinhaya, Rafinha qol vururdu. Amma indi topu verir, heç kim vuramır. Yaxşı söhbətə topu verir. Prosta topu verir. Dünən hər şeydir, pası verir, pas oyununda heç kim heç nə eləmir. Yəni Pedri kimi adam, yəni Ferran üstünə əsəbləşmiş. Pedri. Ona görə mən də qoşuluram əslində məsələn, hələ ki qonağımızın fikirlərində belə deyək. Sadəcə bir dənə mən Sportingi favorit. Keçən dəfə Arsenal demişdim, 51-49. Arsenal dünənki oyundan sonra elə Arsenal səhətəyim mən keçən dəfə Sporting, keçən dəfə Atletico demişdim, yenə onun üstündə qaldım. Paris demişdim ortaqdır. İndi axırıncı Real Bavariya oyunu var. Yəni orada qardaş sizi toplam döyəcəklər, axıra gəlib çıxasınız da yarım finalda. Bunu hamımız bilirik ya. Yəni sizin futbolunuz budur da, brat. Yəni sizin DNK-vız budur. Sizi versin toplam döyürlər. Qapınızın ağzında 20 dənə moment yaradırlar. Siz gəlib 2 dənə moment yaradıb qol vurursunuz. Yəni bu belədir. Yəni bu Atletico kimi avtobus oyunu deyil əslində, amma Real Madriddə bu belədir. Bu izah eləmək olmur. Bu futboldan kənar bir şeylər baş verir bəzən orada. Bunu ancaq Real Madrid bacarır. Bunu mən demişdim öz çıxışımda. Ya bu əslində pis bir şey deyil, əslində yaxşı bir şeydir. Prosta qabaq Real Madrid belə deyildi. Real Madriddə qalib ruhu yox idi. Real Madriddə qalib ruhu Ancelotti dönəmindən sonra başladı, yarandı. O elə bil alov yandı. O hələ Sergio Ramos'un 92-ci dəqiqədə vurduğu qoldan sonra o çempionluq gəldi, axırki 12 ildən sonra. Və artıq Real Madriddə o tilsim qırıldı. Tilsim qırıldı və Real Madrid o yolla davam elətdi. Mən Barsa'ya da bu lazımdır. Barsa o tilsimi qırmaq lazımdır. Barsa'ya misal üçün böyük bir oyunda qalib gəlmək önəmlidir. Barsa böyük oyunlarda qalib gələ bilmir. Məsələn, ötən mövsüm Interlə oyunda qalib gəlsəydi, Barsa o tilsimi qıra bilərdi. Okey, indi Bayern tutmuşlar ötən mövsümdə. O böyük oyun sayılmırdı çünki əhəmiyyəti yox idi. Liqa mərhələsi idi. Böyük oyun Interdən oyunu idi ki, o oyuna qalib gəlməli idi. Mütləq qalib gəlməli idi. Heyf ki alınmadı. Amma Realda bu böyük oyunlar daha çoxdur deyəndə, böyük oyunlarda o nəticəni verib deyəndə, Realda belə arxaislik var, təcrübə var. Və Bayern həmişə Real Madridin qarşısında nə qədər güclü olsa da, nə qədər belə optimal vəziyyətdə olsa da, Real Madridlə, Real Madridlə bacarmır da. Yəni Real Madrid onun üçün belə neudobna rəqibdir. Amma Barsa tərsinədir. Amma favorit olaraq əlbəttə ki Atletico, Bayern Münchendir favorit. Bu açıq-aşkar belədir. Olise amili var. Nə bilim Musialası var. Harry Kane dedilər zədəldə amma qayıdacaq böyük ehtimalla. Amma Real 1%-də olanda yəni udmuşdu da. Yox, Realda 1% deyil. Realda 1% deyil. Həmin situasiyada udmuşdusa, o City-də 1%-dir. Hə, o da məsələn City döyürdü. Məsələn 23-24 mövsümündə City döyürdü də Realda. 10 dəqiqə 2 dəqiqə üstə qol vurmuşdu. Həmin oyuncu, həmin mərhələ necə oldu mən də bilmirəm. Amma Real gəldi keçdi. Rodrigo saldı, Rodrigo 2 dəqiqə kəllə qol vurdu Allah Rodrigo. Həyatı boyu mən o kəllə qol görməmişdim yəni. Onu da City-yə vurdu gəldi. Onu da gəldi City-yə vurdu. Hə, yəni Realda həqiqətən o Çempionlar Liqasındakı winner xüsusiyyəti çox böyük, çox böyük. Heç kimdə yoxdur. Onu danmaq olmaz. İndi bəziləri deyəcək ki, siz necə Barsa azarkeşsiniz ki, onu deyirsiniz. Yəni qardaş, olan demək olanı deməmək yaxşı olanlıq da elə. Olanı deyirik də, yəni həqiqətən Realda o xüsusiyyət çox böyükdür deyənə və gəlir deyir ki, qaqa, salam əleykum da gəlmişəm, çığlıdır bura, sömənli idi də. 23-24-dəki o City ilə Etihad'dakı oyun buna bariz nümunə idi.
Yəni o oyunda Real qalib gəlməməli. Yəni o oyunda o şeydir. Real Madrid çox belə zəif oynamışdı. Yəni Rodrigo okey hesabı açdı. Daha sonra City götürdü də topu. Yəni dedi vermərəm sənə. Haalandın momenti oldu. Sonra bərabərləşdirdilər De Bruyne ilə. Sonunda gördündə Bernardo Silva necə penalti vurdu. Elə penalti vurarlar səncə? Yəni heç Bavariyanı son çempionluqda Bavariyanı udduqları. Joselu girdi 80-da. Neuer ömrü boyu Neuerin qapısına 100 dəfə elə zərbə enir. Onun bəlkə 99-unu tutar da elə. Bir dənəsi gəldi. Joselu ilə Rüdiger oyunu apardı. Gördü Realda vəziyyətlə yerdə idi. Hə, yəni Real həqiqətən o Çempionlar Liqası finalda El Clasico görmək ümidi ilə biz İnşallah. Hə, biz də istəyirik ki. Olmayıb, amma yəqin bu il olar. İnanırsan Real'a ki bu il olar. Real'a inanıram. Barcelona. Əslində Real'la Barçanın çox pis bir şeyi var. Hər ikisi gəlir, hansı ki həmin mövsümlər olur. Məsələn 2015-dir, 2019 var idi. Biz gözləyirik ki, Barça da Real'da bu il çox bombadır. Hər ikisi finala gələcəklər. 2009 yox, 2009 Real o deyildi. 2009 yox, 2015, 2019. Hə, 2019 hə. 2017, 18, 19 gəldi. Məsələn, üçü Real. Bu tərəfdən Barça 2015-də Real da yaxşı idi. Sadəcə gəlirlər biri gedəndə biri elə bir klub uduzur ki, və yaxud da elə bir dönüşlə Barcelona Romaya uduzdu geri dönüşlə, Liverpoola geri dönüşlə məğlub Liverpool çox da yandırmır. Mənə yandıran Roma idi. 2011-12 mövsümündə Barça ilə Real El Clasico olmalı idi. Mən onu deyəcəydim. O heyf. Alman dueli oldu. Heyf Chelsea ilə Bayern, yox, 11-12 deyirəm. Ondan qabaqçına. 11-12. Amma Alman duelində vaxtı ola bilərdi, amma Barça'nda o deyildi. Barça'da problemlər var idi. 11-12 ideal El Clasico vaxtı idi ki, prime Barça, prime Real. Gəldi, salam belə verdilər ikisinə də ki. Torres gəldi. Torres oradan, Schweinsteiger də buradan. Hə, dedilər sağ olun, gedin bizdə. Bir dənə də dünya çempionatını istəmirəm. Baş vuraq. Hə, orada axırda da İraq millisi də dünya çempionatına gedirsə 40 neçə ildən sonra İraq millisi. Axır ki bəllidir dünya çempionatına İran gedənlər də. İran gedir. İran gedir. Sadəcə olaraq indi bilmirəm bu İranı göndərməsələr, bilmirlər İtaliyanı nətər göndərsinlər ora. İtaliyanı göndərmək üçün bəhanə axtarırlar. İranın yerinə getməzlər. İran Rostova gedəcək orada mən belə görürəm. Yeni temada odur da. Yəni İran getməsə, yerinə İtaliyanı göndərirlər. O necə olur bilmirəm açığı. Yəni bu Asiyadan getsin də Asiyadan klub tapmadınız siz. Əslində Asiyadan getməli idi. Ölkə yoxdur deyirlər İtaliya sən canı cır get başqa bir millisi qəşəng qrupa düşüb. Həmişə biraz çətin qrupa düşürdü. Yəni onlar ola bilmirdi da belə çox. Argentina amma belə münasib qrupdur. Belçika falan da. Yəni çıxa bilər Yeni Zelandiya. Belçikanın bu pokoleniyası konkret batırıb. Yəni o pokoleniya deyil. Çox bərbad. Bərbad pokoleniyadır. Belçika normal pokoleniya ilə oynayır. Ən qəşəng pokoleniya Norveçdədir. Norveçin qəşəng pokoleniyası var. Prosta müdafiələri o deyil. Hücum xətti, yarım müdafiə xətti özüdür də yəni. Da bunu nə istəyirsən? Musa, Haaland, Charlotte. Zor da yəni son çox bəyənirəm mən. Mən Barçaya al batırsan ora. Favoritlərim mənim məsəl üçün Türkiyə inanmıram məsələ. Mərkəzdən başlayır. Türkiyə. Prosta qrupu olan rahatdır. Qrupu rahatdır. Qrupu məncə çıxacaqlar, amma qrupdan sonra 8-də 1-də o deyil. Hətta türklər özləri keçən dəfə deyir Paragvay xəritədə hardadır, nə bilim. Yox, Paragvay çox sırtıq komandadır. Məncə elə qrupda qalacaq onlar. Ola bilər, niyə yox? Paragvay yəni elə belə komanda deyil. Özə nəzərə alsaq ki, olan hücumçu da yoxdur, belə elit səviyyəli hücumçuları yoxdur. Türkiyə millisində həmişə elit səviyyəli hücumçular olub. Türkiyənin əslində elit səviyyəsi hücumçusu ola bilər. Sadəcə Vincenzo Montella imkan vermir ki, o oyunçu elitə qalxsın. Yəni Semih Kılıçsoy var, sonra Can Uzunu var. Ən azı bunlar qismən də Avropada futbol oynayırlar. Can qısası var. Bunlar Kosova və Rumıniyanı hər ikisini 1-0 udub. Yəni zorla. Kosovanın Rumıniyanı qoyuram bir. Kosovanın bir dənə normal dayaq yarı müdafiəçisi olsaydı belə top səviyyəli. Bir yerdə baxırdıq, söyürdük. Kosova var, keçəcəkdi o türkləri. qəşəng də oynayır da. Normal oynayır. Yəni bir də başqa keçəsi var idi. Jegrovanın Rashica axırda girdi. Jegrov axırda girdi. Amma Türkiyə millisinə uğurlar da deyə dəstəkləməliyik də burada. Mən İspaniya futbolunu azarkeşəm. Mən İspaniya azarkeşdirəcəm. Uşaqlıqdan İspaniya azarkeşirəm. O İtalyanların yenə 3 dəfə İtaliya futbolu Qətər idi də. İtaliya futbolu ölüb. İtaliya futbolu 2014-də ölürdü. Nəyə görə? Çünki 2014-də sonuncu pokoleniya idi ki, İtaliyanı
hardasa saxlaya bilərdi. Onlar da qrupda qalmışdılar onda. Yəni mən biz 3 deyilik, amma 3 deyil, bu 4-dür artıq. Nə olsa ki 2014-də dünya çempionatında iştirak elədi İtaliya, amma o qrupdan çıxmalı idi İtaliya. Amma İngiltərə idi, Uruguay idi deyəsən orada, yoxsa başqası da var idi, yadıma gəlmir. Costa Rica da var. Costa Rica, İtaliya. Hə. Orada onlar çıxmalı idi o qrupdan, amma çıxa bilmədilər. Və ondan sonra biz gördük ki, bu İtaliya millisində normal pokoleniya gəlmir. Yoxdur o. Yəni işıq verən şey yoxdur. Ümid verən oyunçular yoxdur. Və ən əsas məsələlərdən biri də baş məşqçi seçimi idi. Gattuso. Maksimum motivator deyə bilərəm. Nə motivator? Bu dəlidir o. O adam psixoloji problemləri var. O adam qışqırır. Dünən mən ruslardan bir verilişə baxırdım. Təsəvvür elə, deyir oyunun hansısa bir hissəsində oyun artıq penaltilərə doğru gedə bilərdi. Böyük ehtimalla ki, penaltilər olacaqdı. Bu götürüb penalti vuran bütün oyunçuları əvəz etdi və penalti vurmaq qabiliyyəti olan oyunçuları oyuna salmadı. Yəni İtaliyanın penalti vuranları arasında ştatlı penalti vuran bir dənə Tonali idi. Qalan heç biri penalti vuran deyildi. Qaçırılan penallara da baxırsan, aya-çaya. Hətta analitik olaraq bu düşünə bilmədi ki, yəni mənim komandama normal penal vuran oyunçuları mən qoymalıyam ora. Yəni bu artıq oyunçuların işi deyil. Oyunçu onu düşünmür. Oyunçu deyə bilməz ki, mən vuracam penaltini. Bəli, o deyə təklif edə bilər ki, mən özümə inanıram, vuracam. Amma bu komanda məşqçi heyəti, baş məşqçi artıq əvvəlcədən planlaşdırıb ki, vəziyyət bura gedə bilər. Birinci penalı Maldini vurur. Hətta Aysan o da deyir ki, uşaqdır, onun təcrübəsi yoxdur. Birinci penalı Maldini. Bir dəfə ingilislər onun zibindən keçmişdi də İtaliyanın oyunda. Avropa çempionatı finalında. Sakaya vermişlər. Saka onda uşaq idi. Mən məsələn ona məhdədə qalmışam ki, yəni mən onu deyəcəydim ki, bu İtalyanlar necə oldu, gəldi Avropa çempionu oldu. Bu aradan nə baş verdi? Onları sakitləşdirən oldu da elə. Onların başının aldığından oldu. O Avropa çempionu oldu. Nə oldu? Necə oldu gəldirib İtaliyaya təzə yönetmənə getmək üçün bir dənə lazımdır. 11 dənə saç uzun, yaraşıqlı qaqaş. 11 dənə Maldini də. 11 dənə yəni saç uzun, yaraşıqlı 10 dənə qaqaş. Maldini, bir dənə Buffon. Elə başqa dünya çempionatı danışdıq, Çempionlar Liqası danışdıq, favoritlər dedik. Favorit mənə görə Fransadır, İspaniyadır və qardaşım Bosniya-Hersegovinadır. Bizdə elə gəlir də. Gələn niyə də yox, Norveç bura. Norveçi mən həmişə dünya çempionatında və Avropa çempionatında öz sevimli komandamı azarkeş edirəm. Bu İspaniya millisidir. Amma ondan əlavə olaraq bir əlavə simpatiya tutan bir komanda olur da. Məsələn 2012-ci ildə bu Rusiya idi. Avropa çempionatında Rusiyaya çox böyük azarkeş edirdi. Məsələn 2014-də dünya çempionatında məsələn mənim maraqlı gələn komanda Belçika idi. Belçikanın uğur qazanmasını istəyirdim. Hələ təzə komanda idi, cavan idilər. 2018-də hələ bu rusların yenə də özü belə maraqlı idi, amma ən çox sevdiyim komanda mənim orada adı nə idi şeylər? Ayda 2018-də dünya çempionatında. Yox, 2016 İslandiya. Avropa mən səhv saldım. 2016 İslandiya idi. 2018-də isə bu elə özləri İspanlılar idi ki, yəni onlardan başqa bir normal komanda mən görmədim. Özümə yatan belə wow effekt verən komanda görmədim. 2018 belə mənə maraqsız gəldi. Nəsə o çempionat mənə o qədər belə wow effekti vermədi. Bu ondan da maraqsız gələcək. Ola bilər. 2022-də Murad yəni Argentinaya barət edim, onda Messiyə görə. Gördüm ki, İspanlılar gedəmədi. Argentina Murad get də hara gedirsən get. O da getdi çempion oldu. Hə. Sənin favoritlərin hansıdır Fuad? Növbəti Fuad. Tanzaniya. Elə bir sualdır ki, mən Portuqaliya istəyirəm, prosta istəyirəm də neçə il. Ronaldoya görə də. O da amma belə düşünürəm ki, Ronaldo oynamasa nəsə olar. Mən də düşünmüşdüm. Bu 70-dən 80-dən sonra məsələn saralar ki, məsələn o qabaqda olanda da. Sən 1000 gola çatdı. Sən də oyna da. Oyna da. Çünki Yox, Ərəbistan çempionat deyil bura. Çətin çətin. var da indi 40 yaş. Mövzun da yəni Ronaldo Real azarkeş etmir. Sadəcə olaraq alınmır. Alınmayanda alınmır da yəni sən Qismət də qardaşım, qismət də. Qisməti zoramaq lazımdır. Nə bilim, yəqin ki bu il nəsə ola bilər. Yəni oynasa əslində yenə də Portuqaliya zəif deyil. Yəni istəsə Heyət olaraq çox qəşəngdir. Portuqalın əla heyəti var. Müdafiəsində qardaşım mərkəzdə Vitinha var ya. Inacio ilə elə Ruben Dias burada. Qapıda gül kimi qapıçıları var. Adı nə idi o? Porton qapıçısı. Diego Costa idi nə idi? Odur. Cinahlarında Mendes, sağda Cancelo, yarım müdafiədə Vitinha, João Neves, Bruno Fernandes. Bundan başqa nə istəyirsən? Hücumu Rafa Leao, Ronaldo,
Bernardo Silva. Gonçalo Ramos, Gonzalo Ramos da var. Trinkaos var. Trinkaos var. Yoxsa Argentinaya bax, İspaniyaya bax, solpalarla oynayır. Valla. Amma belə ümumi favorit mən Fransanı görürəm. Da olacaq da o heyətlə mən də favorit olaram. O ümumiyyətlə də belə. Hə, yəni 3 dənə heyət var ya burada. Allah haqqı. Bu adamlardan nə bilim bu il yəqin ki Prosta Əslində mən bir dənə şey gözləyirəm. O sürpriz gələn olur ya hər dəfə ki hansı ki, Norveç. burada nə qələt Məncə o edirsən sən. İran gedə bilsə İran olacaq. Ay yox ya bura. Biraz mən qrupdan da çıxa bilər. Çünki bu son hadisələr falan Studiyamıza zəng gəlir bura. Şeydir. Taremi zəng edir. Atletico'nun şeyləridir bura zəng gəlir. yəni sürpriz demirəm idi İran gələcək finala, yarım finala. Prosto da indi. Niyə də yoxdur bura? Taremi zəng eləyə bilirsə ki, finala gəlir. Studiyada zəng gəlir. Amma yəni ola bilər həmişə də o belə hallar əlavə stimul verir milli klublara, milli komandalara, belə Sən qorxasan ki, İran olaraq şeylər, Katyuşa ilə zaman gəlir. Belə dadan qoydular, partlatdılar. Birdən nəsə olsa da. Hər ehtimal. Hardasa Amerika Birləşmiş Ştatlarla qarşılaşa bilirlər. Qrupdan çıxandan sonra deyəsən o üzbəüz gələ bilirlər. İndi bilmirəm o oyun. Üçüncü müharibəsi başlayır. Necə olacaq o? Ya Türkiyənin Amerikanın oyunu var. O oyunda çox belə onsuz da elə o. İsrail yoxdur da heç. Ya, İsrail. İsrail olsa da vəbşə promoy da üstü bir dənə yığırdı ora, date qururdular da özləri üçün. Salam mələkəm gəlmiş. Burada həll eləyək. Hə, başqa. Bəlkə bir dənə tarixdən silə eləyək. Silə ilə, olsa silə Hə, gedirik. silə gedirik. Gəl. Amma bu dəfə biz biraz fərqli eləyək. Aha. Gəl eyni belə də, yəni hansı ki, həmin dövrün Barselona Fransa ilə Barselona seçək. 2009 və 2015 heyətlərinin müqayisə eləyəcək. Birini silək. Aha. Okey. 2009-dakı Valdes, 2015-dəki Ter Stegen. 2009-dakı Valdes. Hə, silirik. Silirik. Hə, yox, silirsə Ter Stegen silək. Okay, Valdes saxlayaq. Təəccüblü gəldi mənə. Yox, 2015-də Ter Stegen o deyil axı. Hələ təzə çıxırdı üzə, yəni okey. Tamam. Okey. 2009 Pique, 2015 Pique. 2015 Pique. Hə, yox, silirik. 2009-u silirik. Hayda, mən saxla kimi yazdım onları. Bundan sonra sən saxla eləyək. Yəni sadəcə saxlayaq. Hə, okey. Valdesi saxladıq. 15 Pique-ni saxladıq. 15 Pique-ni saxladıq. 2009 Daniel Veş, 2015 Daniel Veş. İkisi də belə, biri cavan Daniel Veşdir, biri qocadır, amma ikisi də o əla vəziyyətində idi. Belə fərqi yoxdur. Qoy olsun 2015 saxlayaq. Okey. 2009 Abidal, 2015 Jordi Alba. Jordi Alba. Saxladıq. Müdafiə mərkəzində digər 2009-da Puyol idi, 2015-də Mascherano da var idi. Belə eləyək. Puyol. Puyol qaldı. Yəni müdafiəni sən başla xal. Bilirsən nədir? Yoxsa Risk sualı verdim belə donduruq aldığım. Siz özüm deyim, özüm silin. 2019 Yəni yarım müdafiə deyəndə bunların Eyni dəyişkən dostlar. cüzü yarımda nə olub şey Xavi, hansı illərə görə fərqlənir. 2009. 2009 Xavi, 2015 Xavi. 2009. Yaxşı 2009 Xavi, 2015 Rakitic. 2015-də də 2009 Xavi. Mən də Xavidən qaldı. Elə sual vermək 2009 Iniesta, 2015 Iniesta. 2015. 2009 Busquets, 2015 Busquets. 2015. Okey. 2009-un Eto'su yoxsa 2015-in Suarez'i? 2015-in Suarez. 2009-un sol cinahda kimimiz var? Amma Eto bizə həmin finalı qazandırmışdı, amma yəni mən gücə görə baxıram. Okey, yəni Suarez qalmalıdır. 2009 Lionel Messi, 2015 Lionel Messi. Fərq belə böyük fərq yoxdur yəni şey. Messi həmişə Messi. Şir həmişə Şir Şir. həmişə Yəni, olsun belə eləyək də. 2091. Bəs yaxşı 2009 Barselona yoxsa 2015 Barselona? 2011 Barselona. 2011 lazım. Nəysə. Bu qədər çox sağ ol Fuad gəldin, iştirak elədin. Sağ olun, çox sağ olun dəvətinizə görə uğurlar arzu edirəm sizə. Sağ uğurlar öz verilişlərində, öz çəkilişlərində. Çox sağ olun. Bu il tək Barselona La Liqanı və Çempionlar Liqasını alsın. La Liga bir o qədər önəmli deyil əslində, Çempion Liqası daha vacibdir. Alsın sən. Görək. Real Madrid həmişə bizim başımızı La Liqadan aldadır. Axırı görə bizi Çempion Liqası. Çempionlar Liqasını. Nəysə, bir daha təşəkkürlər, çox sağ olun. Xoşdur. İnşallah bundan sonra daha tez-tez görüşərik. Siz sağ izlədiyiniz üçün sizə də Kanala abunə olmağı, videonu bəyənib şərh yazmağı unutmayın. Hansısa fikirlərlə razı deyilsinizsə,
Bunu da normal Amma həkimə bilərsiniz. tənqid edərək də təhqir Arsenal edilməsin. fanatlarından Asova bir şəhər gözləyirik. Hə. Arsenal və Atletico fanatları. İlqara buradan salamlarımızı çatdırırıq. Big day. Öpürəm hamınızı. Çox sağ olun. Sağ olun, Növbəti podkastda görüşənəcək. O